Salam əziz şagirdlər və abituriyentlər. Biz sintaktik əlaqələr mövzusundan davam edirik. Deməli, nədir sintaktik əlaqə uşaqlar? Ümumiyyətlə, söz birləşməsi və cümlələri təşkil edən sözlərin arasında iki cür əlaqə olur. Bir, sintaktik əlaqə, bir də məna əlaqəsi. Məna əlaqəsi odur ki, realda hər hansı bir əşya ilə və hadisə ilə onların əlaməti, xüsusiyyəti arasında bir əlaqələnmə olur. Bu şəkildə meydana gələn əlaqələnməyə deyilir məna əlaqələnməsi. Məsələn, deyirəm ki, gözəl qız. Uşaqlar, qızın xüsusiyyəti deyil gözəl olmaq, xüsusiyyəti də məna baxımından əlaqələndirdim. Bəs sintaktik əlaqə nədir? Sintaktik əlaqə sözlərin morfoloji cəhətdən dəyişməsi, sintaktik yolla birləşməsi nəticəsində yaranır. Məsələn, deyirəm ki, nə deyək? Məsələn, qapı səsi misal üçün. Uşaqlar, qapı səsi sizdən keçmişdik. Neçənci növ təyini söz birləşməsidir? İkinci növ, bəli. İkinci növ təyini söz birləşməsi, uşaqlar, dedik necə yaranır? Birinci tərəf qeyri-müəyyən yəli hal plus mənsubiyyət. Görürsünüz, mənsubiyyəti var, bir də qeyri-müəyyən yəli haldadır. Bu şəkilçinin vasitəsi ilə əlaqələnmə sintaktik əlaqədir, uşaqlar. Və sintaktik əlaqənin özünün iki növü var. Yadınızda saxlayın. Tabesizlik və tabellik əlaqəsi. Nədir tabesizlik, nədir tabellik əlaqəsi? Rahatı tabesiz olduğuna görə birinci tabesizlik əlaqəsindən başlayıram. Uşaqlar, tabesizlik əlaqəsi həmcins üzvlərlə bərabər hüquqlu cümlələr arasında olur. Yəni, həmcins üzvlər nə deməkdir? Sadalanan sözlər, bir də bərabər hüquqlu cümlələr, yəni tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur. Necə ki, iki cümlə birləşir, deməli, mürəkkəb cümlə yaradır. Baxın, elə burada nümunələrdə çəkmişəm. Gəlin, baxaq. Deyirik ki, mütləq bu qaydanı özünüzdə götürün, dəftərinizə qeyd eləyin. Deyirik ki, xəyal ağıllı, çalışqan, zəkalı uşaqdır. Uşaqdır. Kimdir? Kim uşaqdır? Xəyal. Aha, necə uşaqdır? Ağıllı, çalışqan, zəkalı. Görürsünüz, hamısı necə sualına cavab verdi də, üçü də. Neynədim? Sadaladım. Ağıllıdır, çalışqandır, zəkalıdır. Sadaladım və bu sadaladığım sözlər biri digərindən asılıdır. Məsələn, ağıllı, çalışqan sözündən asılıdır ya da çalışqan, zəkalı sözündən. Xeyr, bu tabesizlik əlaqəsi sayılır. Aydındır. Tabesizlik əlaqəsini tapmaq çox rahatdır. Sadalanan üzv gördünüz, onların arasında tabesizlik var. Bəzən uşaqlar vergüldən istifadə eləməz, məsələn, bağlayıcıdan istifadə eləyər. Gəlin, bunu bir nümunə kimi yazın bura. Deyirəm ki, heç mən yazmayayım. Rəsul və Rüfət, məsələn, qayıdırlar. Baxın. Qayıdırlar. Uşaqlar, qayıdan iki nəfər də düz deyil. Kimdir? Biri Rəsuldur, biri Rüfət. Bax, vergül qoymadım ki, və bağlayıcısı qoydum. Amma ikisindən də danışıram da, yəni sadalanmış sayılıram. Mən burada vəni silib, baxın, vəni silib, bunun yerinə vergül də qoya bilərəm. Düz deyil, amma bunu eləmədim. Bunu eləmədim, və qoydum. Yəni, eyni şeydir, fərqi yoxdur. Ya və qoydun, ya vergül. Bu artıq nə olur? Amma təbii ki, baxın da sözə, o vəziyyətə baxın, situasiyaya baxın. Mən bunu sadalaya bilirəm. Aha, burada deməli, həmcinslik var. Bu olur tabesizlik əlaqəsi. Yəni, Rəsul Rüfətdən asılı deyil ki. Bunların biri digərindən asılı deyil. Bu olur tabesizlik əlaqəsi. İndi gəlirəm bu cümləyə. Xaqan qaydanı izləyir, əziz dəftərinə qeyd eləyir, xəyal isə açar söz tapır. Görürsünüz, hərə bir işlə məşğuldur. 3 dənə ayrı bir cümlə vermişəm. O cümlələri birləşdirmişəm, olub mürəkkəb cümlə. Uşaqlar, düşünün də, bunun da ədəbiyyatına əlaqələndirəcəm. Talvarı oxuyanlar bilər. Necə orada Əl-Abbas kişinin ailəsi, nəvəsi, nəticəsi, kötü cəza hamısı yığılır bir evin içində, bir neçə ailə yaşayırlar. Əvvəl bir ailə olur, Əl-Abbasın özü, öz ata-anası, sonra valideynləri ölür, sonra bunun oğul uşağı olur, sonra nəvə nəticəsi olur. Neysə də evi böyüdürlər.
bir neçə ailə yaşayırlar. Həmin o bir ailə düşünün ki, bir cümlədir. İkinci ailə gəlir, ikinci cümlə. Üçüncü ailə, üçüncü cümlə. Elə düşünün. Və bunların hamısı birləşəndə sadə olmaz da hər halda, düz deyil. Onlar mürəkkəb cümlə. Mürəkkəb cümlə bir neçə sadə cümlənin birləşməsidir. Daha doğrusu, yəni iki və daha artıq sadə cümlənin. İndi baxın, Xaqan qaydanı izləyir. İzləyir nəyidir? İzləyir kim? Xaqan. Nəyi qaydanı? Bu belə. Bu bir cümlə. Getdi. İkinci cümlə. Əziz dəftərinə qeyd edir. Nəyidir qeyd edir? Kim əziz, nəyə dəftərinə? Görürsünüz, bu ayrı bir cümlə. Xəyal isə açar söz tapır. Nəyidir tapır? Kim tapır? Xəyal. Nəyi açar sözü? Gördünüz, bu da ayrı bir cümlə. 3 dənə aslı olmayan cümlələr verdim. Toplamı da indi mürəkkəb cümlə sayılır da. Və bu cümlələrin biri digərinə asılı deyil ha. Çünki hardan bilirəm asılı olmadığını? Mən bunu nöqtə ilə də qoya bilərəm. Vergül yerinə nöqtə qoyaram. Məsələn, Xaqan qaydanı izləyir. Nöqtə. Əziz dəftərinə qeyd edir. Nöqtə. Xəyal isə açar sözü tapır. Bu da ayrı bir nöqtə. Ayrı-ayrı cümlə kimi. Amma mən neynədim? Mən vergül qoyuram. Ona görə vergül qoyuram ki, yəni görün ki, bir cümlə digər cümlədən asılı olmadan necə mürəkkəb cümlə yaratmış olur. Və bu asıllığın olmadığı hala biz deyirik tabesizlik əlaqəsi. Aydındır? Yəni cümlələr arasında tabesizlik əlaqəsi bu şəkildə olur. Aha, bu da bu. Mürəkkəb cümlənin ona görə deyirik tərəflər arasında, amma tabesi mürəkkəb cümlə. Bir də deyirik ki, həmcins üzvlər, yəni sadalanan üzvlər arasında olur. Gəlirəm tabellik əlaqəsinə. Bəs bu necə olur? Uşaqlar, tabellik əlaqəsi söz birləşməsinin tərəfləri arasında və tabeli mürəkkəb cümlənin komponentləri arasında olur. İndi bunu əyani şəkildə izah edəcəm sizə nə deməkdir. Əvvəla bilin ki, bu əlaqənin 3 növü var. Yanaşma, idarə, uzlaşma əlaqəsi. Söz birləşməsinin tərəfləri arasında hissəsindən başlayaq. Buradan başlayaq, yəni. Bu nə deməkdir? Sizə gəlin əyani izah edim. Uşaqlar, başlayaq yanaşma əlaqəsindən. Yanaşma əlaqəsinin xüsusi bir qrammatik göstəricisi yoxdur. Gördüyünüz kimi aslı tərəf əsas tərəfə yanaşır burada. Məsələn, gəlin nümunə deyim. Baxın, çoxlu tapşırıq. Nə qədər tapşırıq, çoxlu tapşırıq, düz deyil. Dedik axı, bu birinci növ təyinli söz birləşməsi tərəflər arasında olur. Bir də yer zərfliyindən başqa digər zərfliklər var. Məsələn, məqsəd zərfliyi var, səbəb zərfliyi var, sonra məsələn zaman zərfliyi var, tərz hərəkət zərfliyi var. Bunlarla xəbər arasında olur. Bir də kəmiyyət zərfliyi. Bunlarla xəbər arasında olur. İndi gəlin baxaq. Və qrammatik göstəricisi yoxdur, yəni xüsusi bir şəkilçi ilə düzəlmir. Bax, çoxlu tapşırıq birinci növ deyil uşaqlar. Birinci növdür də. Birinci növün tərəfləri arasında, yəni istənilən birinci növün tərəfləri arasında yanaşma əlaqəsi var. Və yanaşma əlaqəsinin oxu soldan sağa, yəni birinci demişdik aslı tərəf, ikinci gəlir əsas tərəf. Deyirdik, söz birləşməsi birinci, ikinci tərəf. Birinci aslı, ikinci əsasdır. Aslı əsasa tabidir deyə ox soldan sağa gedir uşaqlar. Bu sayılır birinci növ. Və yaxud deyirəm ki, məsələn, maraqlı, məsələn, oyun. Görürsünüz, necə oyun? Maraqlı oyun. Görürsünüz, bu təyin edicidir. Bu amma deməli təyin olunandır da, düz deyil. Oyun nə? Necə oyun? Maraqlı oyun. Görürsünüz, bu da aslı tərəf. Gəldi ikinci əsas tərəf, soldan sağa. Birinci növ olduğuna görə burada da deyəcəyik ki, yanaşma əlaqəsi var. Bir də deyirik, yer zərfliyindən başqa digər zərfliklərlə xəbər arasında. Gəlin, baxaq. Bir neçə cümlə yazmışam bura. Gəlin də onları təhlil edək. Sabah gələrsən. Nə zaman gələrsən sabah? Gələrsən xəbər, nə zaman sabah? Oldu zərflik. Nə zərflik? Zaman zərflik. Dedik axı, yerdən başqa digər zərfliklərlə xəbər arasında olur yanaşma. Yəni yer zərfliyindən başqa. Zaman zərfliyi ilə xəbər arasında deməli nə var? Yanaşma. Oxu soldan sağa. Birinci tərəf aslı, ikinci tərəf əsas. Bu belə. Sonra, yəni bu söz birləşməsi deyil ha uşaqlar. Bu cümlədə cümlə üzvləri arasındadır. Sonra, xeyli işlədik. Nə etdi işlədik? Nə qədər xeyli? Feylə aid olduğuna görə bu olur zərflik və necə zərflik? Tərzi hərəkət zərfliyi. Üzr istəyirəm, tərzi yox, kəmiyyət zərfliyi. Miqdarı bildirir axı.
Aha, deməli, miqdar zərfliyi ilə xəbər arasında dedik yenə yanaşma. Birinci aslı, ikinci əsas. Bu belə. Sonra oxumaq üçün gəlmişəm. Nə etmişəm? Gəlmişəm. Nə məqsədlə? Oxumaq üçün. Məstər plus üçün olur məqsəd zərfliyi. Axı məqsədimi bildirir. Aydındır. Məqsəd zərfliyi ilə xəbər arasında olur nə? Təbii ki, hansı əlaqə uşaqlar? Yanaşma əlaqəsi. Oxu soldan sağa. Bu da belə. Sonra dərsə gəlmədiyinə görə ağlayır. Daha doğrusu bu cümləni biraz dəyişək. Aha, dərsə gəlmədiyi üçün ağlayır uşaqlar. Ağlayır. Nə səbəbə ağlayır? Dərsə gəlmədiyi üçün. Bu səbəb zərfliyidir uşaqlar. Səbəb zərfliyi ilə xəbər arasında deyirik ki, yanaşma əlaqəsi var. Birinci aslı gəlir, sonra gəlir əsas. Oxu, yəni soldan sağa. Bu yanaşma əlaqəsidir. Baxın, budur. Qrammatik göstəricisi yoxdur. Nələr arasında olduğunu da dedim. Deməli, zaman zərfliyi, məqsəd, səbəb, kəmiyyət, bir də var idi uşaqlar. Tərz hərəkət zərfliyi. Onunla xəbər arasında deyirik ki, var hansı əlaqə uşaqlar? Yanaşma. Məsələn, deyirəm, ehtiyatla sür. Necə sür? Ehtiyatla. Zərfliyidir, tərz hərəkət zərfliyidir. Xəbər arasında ondan olur yanaşma əlaqəsi. İdarə əlaqəsinə gəlincə isə uşaqlar, bu əlaqənin göstəricisi hal şəkilçiləridir. Biz əgər hal şəkilçiləri görürüksə, bunu idarə əlaqəsinin göstəricisi hesab edəcəyik və bu əlaqə ona görə ikinci və üçüncü növ təyinli söz birləşməsinin tərəfləri arasında mövcuddur. Yer zərfliyi ilə xəbər arasında cümlə üzvlərindən, bir də tamamlıq xəbər arasında var. Gəlin nümunə ilə baxaq. Uşaqlar, fikir verək bir dənə bu cümləyə. Bu cümlədə əvvəla cümlə üzvləri arasında əlaqəni tapacağıq. Bir də ki, sizə söz birləşməsi verəcəm, onlar arasında əlaqələrə baxacağıq. Gəlin baxaq. Deyir, paltarı aşağıdakı mağazadan almısan. Uşaqlar, bax, almısan, nə etmisən? Nəyi, paltarı? Hansı mağazadan? Aşağıdakı, haradan? Mağazadan? Aha, indi gəlin baxaq. Uşaqlar, bayaq nə dedik? Tamamlıqla xəbər arasında dedik idarə əlaqəsi var. Və idarənin göstəricisi nədir dedik? Hal şəkilçisi. Burada nə şəkilçisidir? Təsirli yal. Deməli, bu təsirli yalla xəbər arasında, yəni tamamlıqla daha doğrusu xəbər arasında var idarə əlaqəsi. Bax, bunu belə göstərəcəklər. Məsələn, testdə versəm, tutaq ki, verəcək belə. Paltarı almısan. Oxu da belə qoyacaq. İdarənin birinci tərəfi aslı, ikinci tərəfi əsas olur və idarə. Deyirsən ki, doğrudur, bəli. Bunu belə eləyirsən. Sonra, məsələn, mağazadan almısan. Mağaza nədir burada uşaqlar? Düzdür, isimdir əlbəttə. Amma cümlədə sual verəndə olur haradan? Yer zərfliyinin sualıdır da, düz deyil. Yer zərfliyi ilə xəbər arasında hansı əlaqə var uşaqlar? Deyirik ki, idarə əlaqəsi var. Buradan da indi təzədən yazmıram. Mağazadan almısan olur idarə. Deməli, birinci aslı tərəf, ikinci olur əsas tərəf. Bu da belə. Sonra bir də uşaqlar fikir verin, aşağıdakı mağazadan. İndi dan burada çıxışlıq aldı öz yerində. Amma hansı mağaza? Aşağıdakı mağaza deyirik, düz deyil. Heç onu elə bir danı görmürsünüz orada. Aşağıdakı mağaza. Uşaqlar, bu birinci növ təyinli söz birləşməsi deyilmi? Baxın, hansı mağaza? Baxın, sual verirəm də, mağaza nə? Bu da olur birinci növ təyinli söz birləşməsi arasında. Hansı əlaqə bayaq demişdik? Yanaşma. Yanaşmada birinci aslı gəlir, ikinci gəlir əsas. Aydındır. Bu aslı əsas ancaq söz birləşməsinin tərəfləri arasında olmur uşaqlar. Cümlə üzvlərində də o əlaqələnmə olanda onların da tərəfləri arasında olur. Bu da belə. Deməli, aşağıdakı mağazadan bu birinci növ oldu. Burada oldu yanaşma əlaqəsi. Mağazadan almısan. Nə oldu? Burada oldu idarə əlaqəsi. Paltarı almısan da oldu. Uşaqlar, baxın. Paltarı almısan. Bu da oldu idarə əlaqəsi. İndi sizə daha aydın göstərim. Bir dəqiqə. İndi fikir verin.
Deməli dediyi paltarı almısan idarə. İdarəyə görə uşaqlar birinci hansı tərəf olur? Aslı tərəf, ikinci hansı tərəf olur? Əsas tərəf. İdarəyə görə bu belə düz deyil. Sonra aşağıdakı mağaza yanaşmada. Yanaşmada da birinci aslı gəlir, ikinci gəlir əsas. Fikir verirsiniz. Mağazadan almısan idarədir. Birinci aslı, ikinci əsas. Bax, testdə belə salırlar. Deyirlər ki, məsələn, cümləni verir, deyir hansı sözdür ki, həm aslı tərəf ola bilir, həm əsas tərəf. Qurtardı. Burada hansı sözümüz olur uşaqlar? Olur mağazadan sözü. Niyə? Aşağıdakı mağaza birinci növ təyinli söz birləşməsinin daxilində əsas tərəf olur, ikinci tərəf. Amma mağazadan almısan da birinci tərəf olur, yəni aslı tərəf. Aydındır. Yəni bu formada. Burada elə 3 dənə yazılıb. Bunu silim. Bu şəkildə. Aha, bu şəkildə davam edirik. Sonra uşaqlar fikir verin. Deyir ki, deməli insanın gücü neçənci növdür? 3-dür də, düz deyil. 3-cü növün, yəni quruluşunu bilirsiniz də. Birinci yiyəlik gəlir, sonra mənsubiyyət gəlir. Yəni müəyyən yiyəlik. Və idarənin göstəricisi nə idi uşaqlar? Hal şəkilçisi deyildi. Düzdür, hal şəkilçisidir. İndi baxın. Hal şəkilçisi olduğuna görə ox gedəcək soldan sağa. Yəni burada olacaq idarə əlaqəsi. İdarəyə görə birinci tərəf aslı tərəfdir, ikinci tərəf nədir uşaqlar? Əsas tərəf. Bu oldu 3-cü növ. Deməli 3-cü növdə idarə əlaqəsi var tərəflər arasında. Bunu elə belə yerə demədim bayaq. Sonra Xəzər dənizi. Uşaqlar, biz sizlə xatırlayırsınız, qeyri-müəyyən yiyəlik halı keçəndə demişdik ki, qeyri-müəyyən yiyəlik halda olan bəzi ifadələr ola bilir ki, onları müəyyənə çevirmək olmur. Yəni həmişə çevrilmir də bəziləri. Xəzər dənizi onlardan biri idi. Özüm qəsdən bu nümunəni verdim ki, siz bunu çevirə bilməyəndə o dəqiqə düşünməyin ki, hə bu nə bilim adlı hal falandır və burada idarə əlaqəsi yoxdur. Qətiyyən uşaqlar. Düzdür, Xəzərin dənizi deyə bilmirik, amma özümüzdə bilirik ki, bu mənsubiyyətdir də dənizinin tərkibindəki i. Mənsubiyyət isə özündən qabaqçı söz nədir deməli? Yiyəlik hal. Yiyəlik halcısı deməli necədir? Qeyri-müəyyən yiyəlikdir. Şəkilçi görmürəm axı burada. Deməli qeyri-müəyyən yiyəliklə də mənsubiyyət arasında hansı əlaqə var uşaqlar? Daha doğrusu o neçənci növdür? İkinci növ. Düz deyil. Və burada hal varsa hansı əlaqə olacaq? Təbii ki, idarə. Birinci tərəf aslı tərəf, ikinci tərəf əsas tərəf. Bu da belə. Bu aslı əsas məsələsini başa düşmək istəyirsinizsə, söz birləşmələri ilə bağlı kanala yüklədiyim video var. Onu mütləq izləyin. Yəni birinci tərəf aslıdır, ikinci tərəf əsas tərəf. Və yaxud sənin gülməyin. Bayaq dedim sizə. Feili birləşmə sayılmır bu. Niyə sayılmır? Çünki ikinci tərəf maqmək gəlsə belə bu yiyəlik halla əlaqələnir. Yiyəlik halla əlaqələnərsə bu feil yox, ismi birləşmədir. Bizdə bir dənə istisna dığım, 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 dığım idi. Məsələn, feili sifətdə mənim oxuduğum. Baxmayaraq ki, yiyəlik halla əlaqələnir, amma o feili birləşmədir. Baxın, sənin gülməyin, ın-in-unun nədir? Mənsubiyyət. Bu birinci nədir? Yiyəlik hal. Yiyəlik mənsubiyyət, yiyəliyin şəkilçisi var, mənsubiyyət var. Bu nədir? 3-cü növ. Və burada uşaqlar hala görə deyirəm ki, var idarə əlaqəsi. Aydındır. İdarə deməli ikinci və üçüncü növ arasında olur. Tamamlıqla xəbər, bir də yer zərfliyi ilə xəbər. Bunu da bayaq cümlədə gördünüz. Uşaqlar, uzlaşma əlaqəsi isə bunun göstəricisi də mənsubiyyət şəkilçiləri, bir də şəxs şəkilçiləridir uşaqlar. Mənsubiyyət bayaq necə ikinci, üçüncü növ göstərdiyi, orada axı bir yiyəlik hal, bir də mənsubiyyət olur. Mənsubiyyət olduğuna görə ikinci və üçüncü növün arasında uzlaşma da var. Həm idarə var, həm uzlaşma. Amma uzlaşma ilə bağlı bir məqam var. Ona toxunum mütləq. Nümunə əsasında baxaq. Gəlin baxaq. Deyir ki, dəniz səviyyəsi neçənci növdür? İkinci növ. İkinci növ arasında bayaq dedik ki, idarə var. Çünki yiyəlik hala görə. Bir də dedik ki, mənsubiyyətə görə bu mənsubiyyətdə axı, mənsubiyyət də nəyin göstəricisidir? Uzlaşma. Deməli, bir də uzlaşma var. İdarəni oxun bayaq dedik ki, soldan sağadır. Düz deyil. Birinci gəlir aslı tərəf, ikinci gəlir əsas tərəf. Bir də deyirik, uzlaşma əlaqəsi var. Uzlaşmadan oxu, yadda saxlayın. Sağdan soladır uşaqlar. Ərəb əlifbası kimidir. Elə bir sağdan sola gəlir. Və birinci gəlir əsas tərəf uşaqlar. Deməli,
əsas tərəf, ikinci gəlir aslı tərəf. Aydındır. Görürsüz, ikinci növ arasında da həmçinin 3-də də həm idarə var, həm uzlaşma var. İndi baxın, peşmanlığın sonu. Deməli, həm idarə var dedik, həm də nə var dedik? Uzlaşma var. Uzlaşmanın oxu sağdan soladır, idarə soldan sağa. Buna deyəcəyik deməli idarə, buna deyəcəyik uzlaşma. Bu belə. Sonra buna deyəcəyik idarə, buna deyəcəyik uzlaşma. İdarəyə görə birinci aslı gəlir, ikinci əsas gəlir. Uzlaşmaya görə birinci əsas gəlir, ikinci deməli aslı gəlir. Niyə belə olur? Çünki ox deməli sağdan soladır. Təbii ki, aslı əsasa tabidir uşaqlar. Buna görə, bu səbəbdən. Dedik ki, ikinci üçüncü növ təyini söz birləşməsinin tərəflər arasında olur. Niyə? Mənsubiyyətə görə. Aydındır. Bax, mənsubiyyət var buna görə. Bir də dedik göstəricisi şəxs şəkilçilərdir. Gəlin baxaq. Şəxs şəkilçiləri də uşaqlar necə olur? Çünki mübtəda ilə xəbər arasında da uzlaşma əlaqəsi olur. Necə o bir cümlə üzvlərinin dediyi ki, məsələn, zaman zərfi ilə xəbər arasında olur yanaşma, yer zərfliyi ilə xəbər arasında idarə, mübtəda ilə xəbər arasında da uzlaşma olur. Gəlin nümunə ilə baxaq. Gəlin baxaq cümləyə uşaqlar. Deyir, axşam düşdü. Nə etdi düşdü? Nə düşdü? Axşam. Bax, burada şəxs şəkilçisi yoxdur, düz deyil. Mübtəda ilə xəbər arasında mı nə əlaqəsi var dedik bayaq? Uzlaşma. Niyə şəxs şəkilçisi yoxdur uşaqlar? Axşam özü təkdədir. Axı, bunu cəmləməmişəm. Düşdü də ona görə təbii olaraq təkdə olacaq. Uzlaşma deyirik, oxu necə gəlir? Sağdan sola. Birinci gəlir əsas, ikinci gəlir aslı. Yəni, axşam deyəcək əsas tərəfdə, düşdü aslı tərəf. Və bu da olur uzlaşma əlaqəsi. Uşaqlar ağlayırlar. Görürsünüz, uşaqlar buradakılar cəm şəkilçisidir, buradakılar şəxs sonluğudur. İndi baxın, isim cəmdədir, yəni mübtəda cəmdədir, xəbər də cəmdədir. Uzlaşmadır və mübtəda ilə xəbər arasında deyirik uzlaşma var. Ox sağdan sola. Birinci əsas, ikinci gələcək aslı. Baxın, bu qədər sadə. Uşaqlar, uzlaşma ilə bağlı sizə nəyi izah edeyim? Bu çox önəmlidir. Diqqətlə dinləyin, yatmayın, yuxulamayın, mütləq fikir verin, qeydlərinizdə götürün. Açar söz qaranquş. Deməli uşaqlar, əgər mübtəda ilə xəbər arasında uzlaşmaya baxırıqsa, nəyə diqqət yetirməliyik? Mübtəda əgər cəmdədirsə, xəbər də nədə olmalıdır? Cəmdə. İngilis dilindəki qaydanı xatırladır bir növ bizə. İsim cəmdə, xəbər cəmdə, daha doğrusu, yəni mübtəda cəmdədirsə, xəbər də cəmdə olur. Təkdədirsə, xəbər də təkdə. İndi baxın. Bax, burada problem görmürəm. Düz deyil, işçilər tələsirlər. Yəni bu okeydir, bu yerindədir. Uzlaşma pozulmayıb. İşçilər işə tələsir, bəs burada uzlaşma pozulub. Niyə? Çünki bu cəmdədir, amma burada ləri görə bilmirəm. Getdi bu. Sonra quşlar uçuşur, quşlar uçuşurlar. Uşaqlar, bax burada nəyə diqqət yetirin? Mübtədam heyvan anlayışı bildirərsə, quş olsun, nə bilim, böcək olsun, ya da heyvan olsun, fərqi yoxdur. Hansısa bir, nə bilim, yırtıcı heyvan olsun, ya evcil heyvan olsun, yəni, fərqi yoxdur. Heyvan anlayışı bildirirsə, əgər mübtədanı cəmdə verəcəksə, yəni xəbəri, üzr istəyirəm, ismim cəmdədirsə, bax, burada görürsünüz, quşu cəmdə vermişəm, quşlar. Xəbəri tək də verərəm cəmdə, heç bir problem yoxdur. Quşlar uçuşur da olar, quşlar uçuşurlar da olar. Fərqi yoxdur, problem yoxdur. Yetər ki, mən belə verməyim də, baxın. Quş uçuşurlar olmaz artıq, görürsünüz, alınmazdır. Quş uçuşur deyərəm ancaq, quş uçuşurlar olmaz, aydındır. Yəni, bunu verə bilmərəm. Bu artıq yanlışdır. Amma quşları verirəmsə, bunu tək də verirəm cəmdə. Heç bir problemim yoxdur. Aydındır. İndi baxın. Stullar qırıldılar. Ən önəmli məqamlardan biri. Əgər mübtədam cansız əşya ilə ifadə olunursa və bu əşyanı cəmləyirəmsə, xəbərimi cəmləyə bilmərəm qəti surətdə. Səhvdir bu. Yəni, burada düzdür, uzlaşma deyirik ki, yerində, çünki ikisini də cəmdə verir. Amma bu uşaqlar bir norma pozuntusudur. Bu yerində sayılmır.
Başa düşdünüz? Elə həmişə mübtəda cəmdir deyə xəbər də cəmdə verə bilmərəm. Mübtədam cansız əşyadırsa, cəmdədirsə fərqi yoxdur. İstəyir cəm olsun, tək olsun. Cansızdırsa o xəbəri cəmləyə bilmərəm. Cəmlənmə uşaqlar canlılarla bağlı olur, cansızlarla bağlı olmur xəbərin cəmlənməyi. Stullar qırıldı. Bax bu normaldır. Stul qırıldı, bu da normaldır. Amma stullar qırıldılar ola bilməz. Diqqətli olun. İndi uşaqlar, bu cümlələrdə hansılar doğrudur, hansılar doğru deyil, bunu şərh bölməsində mütləq qeyd edin. Sizdən soruşacağam. Siz cavabını qeyd edin, mən ən sonda düzgün cavabları sizə bildirəcəm. Deməli, sintaktik əlaqələrdən bu qədər. Nəsə bir sualınız, qaranlıq qalan məqamlar olarsa, mütləq şərh bölməsində qeyd edərsiniz. Hələlik, Allaha əmanət olun.